Mən ümumiyyətlə qadağalar çox qoymuram uşaqlara. Yəni mənim belə deyim, metodikamın bir hissəsi budur. Məsələn, ev tapşırığını mən demirəm ki, sən bunu eləməsən mən sənə 2 qoyacağam ya da balı kəsəcəm. Yox, borc yazıram. Hətta bizim borc dəftəri bir Nisiyə dəftəridir. Nisiyə dəftəri reelsimiz var. Uşaqlar bir növ mən borcluyam kimyada. Mən borcluyam. O bilirsiniz nə qədər məsələn pul deyildi, amma o qədər o stresi hiss edir ki, mənəvi stres olur. Səkinə xanıma borcluyam, ev tapşırığı borc verməliyəm. Hətta mənə deyirlər ki, yoxlayım bir dənə bax, mənə borcum qalıb müəllimə. Elə bir situasiyalarımız yaşanır. Nisiyə dəftərini mütləq yazıram. Çünki istər-istəməz o mənim pedaqoji olaraq da yanaşmamdır ki, uşaqlar özlərini tək hiss eləməsinlər. Bir var ki, siz ümumi soruşursunuz kim ev tapşırır, bir də var ki, siz bir hərəsinin dəftərinə baxırsınız. İndividual yanaşma. İndividual. Çox vaxtı müəllimlər mənə deyir ki, 20-30 nəfərə mən individual necə yanaşım? Kiçik şeylərlə bunu hər dərs etməyə bilərsiniz. Amma siz tutalım ki, dərs aşırı tək-tək getsəz bir dəftərlərini uşaqlarının basır. Biz bir orada bir kiçik bir söhbət onlarla eləsəz, istər-istəməz uşaqların o bağ yaranır aramızda və o güvən yaranır.